Tesla Juniper dostlar. Bu ilə açılır, bu ilə bağlanır, plus telefona qoşulur. Bu indi demo versiyadır. Demo verilir. Hankook tayrlarla gəlir deməli. 20'likdir təkərlər göründüyü kimi. Bax, qabaq dizaynı biraz fərqlidir. Biraz əməlli başlı fərqlidir. Belə işıqları zadı. Qabaqda köhnəsinə baxanda burada görə bilirsiniz, yoxsa yox kamerası var. Heç bir bundan əvvəlki modullarda kamera ilə gəlmir bunlar. Belənçinə. Bu da mənim 5 illik ceyranım, həyatım zərətqadadır. Arxası mənim çox xoşuma gəlir, belə çox maraqlıdır. Dizaynı tamamilə dəyişib, belə aqressiv olub. Bu, yenə də deyim ki, 2 motorludur, dual motorla gəlir. Bunlar hardasa 510 kilometr gedir, 327 mile götürəndə. Beləsinə qəşəng böyük bagajniki var. Oradan da beləsinə qəşəng ekstra zərətli qabaq üçün nömrə asmalı. Hələ bunlarda şey də gəlməlidir, mən biləm. Bunun demo versiyadır. Demo üçün gəlib bu maşın. Yəni hər istəyən, Amerikada yaşayan hər bir kəs 2 günlük istənilən Teslanı Model 3, Model Y, Model S, Model X və Cybertruck'ı 2 günlük götürüb istifadə edə bilər. Və yeniliklərdən biri də belə bir şeydir. Knopka ilə idarə edə bilirsən. Qabaq sidenləri açıb bağlanmağını. Elə bilirsiniz, getdi. Qəşəng olur, nə boyda salon. Yəni, möhtəşəmdir bu düzəltmələri belənçidən. Knopka ilə bağlanır. Birazdan salonu da çəkərəm. Bu arxadan bir dənə görsədim. Arxaya deməli ilk Model 3'lərdə gəlmişdi. Belənçinə monitorla gəlir. Bunun içində kondisioneri idarə edə bilirsən. Nə bilim, YouTube iqralar, zatlar var içlərində. Uşaqlar üçün. Salon isitməlidir arxa. Arxa ancaq soğutmalı isə yalnız qabaqlarda həm isitmə var, həm soğutma var. Bir dənə qabaq bagajniki də görsədim. Buradan açılır. Love you.